Salam dəyərli şagirdlər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər Güvən 6-cı sinif riyaziyyat monotonik sınaq kitabının ilk sınağı olan sınaq 1-in izahına baxacaq. Keçək ilk sualımıza, birinci sualımıza baxaq. Bizə deyir ki, modulda -5 üstə gəlsin -2 çıx 1 çıxılsın modulda -3 ifadəsinin qiymətini hesablayın. Şahidlər, biz bilirik ki, modulda, yəni -5, modul nə eləyir? Müsbət 5. Yəni moduldan həmişə müsbət çıxır. Onda modulda -3-dən də nə çıxmış olacaq? Müsbət 3. İndi gətirib yerinə yazsaq. Modul -5 oldu, müsbət 5. Üstə gəl -2. Çıxılsın 1. Çıxılsın 3 olmuş olacaq ifadəmiz. Bərabərdir. 5-in üstünə -2 gələndə, yəni 5-dən 2-ni çıxma deməkdir. Qalır 3. Çıx 1, çıx 3. 3-dən 1 çıxsaq 2, 2-dən də 3 çıxsaq -1 qalmış olur. Yəni cavabımız olur -1 C variantı. Gəldik növbəti sualımız, ikinci sualımıza. Bizə deyir ki, 12 litrlik, 16 litrlik, 12 litrlik, 16 litrlik, 20 litrlik və 24 litrlik 4 fərqli yağ bir-birinə qarışdırılmadan eyni həcmli qablar. Şahidlər, burada nəyə diqqət edəcək? Eyni həcmli qab deyirsə, yəni tutumları bərabər olacaq. Onda həm 12-yə, həm 16-ya, həm 20, həm də 24-ün bölənin tapmaq lazımdır. Onda 4-ünə də bölünən, yəni böldüyümüz ədəd, yəni 4 olmuş olur. Yəni bunların bölündüyü ədəd nədir? 4-dür. Yəni 12-ni də 4-ə bölmək olur, 16-nı da 20-ni də 24-də. Onda 12-ni 4-ə bölsək, 12 böl 4 bərabərdir 3 qab bura gedəcək. 16-nı 4-ə bölsək 4-ü bura. 20-ni bölsək 4-ə 5 alınır. 24-ü də 4-ə bölsək 6 da bura almış olur. Cəmi isə 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6. Bərabərdir 18 alınmış olur qabımız. Yəni ən azı 18 qab lazımdır bizə. Yəni cavab olur C variantı. Gəldik növbəti sualımız, üçüncü sualımıza. Deyir ki, 18 böl A kəsirini 3-ə ixtisar etdikdən sonra B bölünsün 15 kəsir alınır. A və B ədədlərinin cəmini tapın. 18 böl A kəsirini 3-ə ixtisar etmək, şagirdlər, həm surəti, həm də məxrəci 3-ə bölmək deməkdir. Yəni, misal üçün, sadə dildə desək, da ki, ədədlərimiz 12-dir, məxrəcimiz isə 20, deyək ki, olsun 28. İndi şahidlər, misal üçün, mən 12-ni də 28-i də, misal üçün, 4-ə ixtisar edirəm deyirəmsə, onda 12-ni də 4-ə bölürəm, 28-i də 4-ə bölürəm deməkdir. Yəni, ixtisar etdikdə, yəni surətdə 3, məxrəcədə 7 qalmış olur. İndi bizə deyir ki, 18 böl A kəsirini 3-ə ixtisar etdikdən sonra B bölünsün 15 kəsir qalır. Onda biz 18 böl 3 və A bölünsün 3 şəklində olsa və cavabımız B bölünsün deyir 15 qalıb. 18-i 3-ə böləndə nə alınır? 6. Demək, onda B-miz 6 olmuş olur. A-nı 3-ə böləndə 15 edibsə, onda biz A-nı tapanda 15-i 3-ə vurmalıyıq. Yəni, A-mız olur 45. İndi B-miz 6 oldu. A-mız da 45-dirsə, onda cəmin soruşur bizdən. 45 üstə gəl 6, bu da edir 51. Yəni, cavab olur 51 D variantı. Gəldik 4-cü sualımıza. Çoxluq dərsinə aid olan suallardan biridir. Bizdən soruşur, P fərq Q-nü tapın. P fərq Q nə idi şagirdlər? P-də olsun, Q-də olmasın. Yəni, P-də olub, Q-də olmayan elementlər. Yəni, demək ki, buradan biz ortaq elementləri atsaq, misal üçün, baxıram, P-də və Q-də ortaq olan. Burada da K var, burada da K var. Bunları atdım. P-də T var, burada da T var. Bunları da atdım. İndi yerdə P-mizdə nə qaldı? M və N qaldı. Q-mizdə isə qalmış olur S, P, Q. Bizdən isə soruşur, P fərq Q nə idi dedik? P-də olsun, Q-də olmasın. Yəni, M ilə N-miz P-də var, amma Q-də yoxdur. Ona görə cavabımız elə M ilə N olmuş olur elementlərimiz. Yəni, D variantı olmuş olur. Gəldik 5-ci sualımıza.
Müəyyən qədər deyir buğda 3, 5, 7 nisbətində 3 hissəyə ayrılır. Alınan böyük hissə 126 kiloqram olarsa, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Demək, birinci hissəmiz 3x olsun. İkinci bölünən hissəmiz 5x olsun. Üçüncü isə 7x olmuş olur. Və böyük hansıdır bizdə? 7x və böyüyü verib bizə 126. Yəni 7x-imiz 126-dır. Onda biz buradan x-i tapsaq, 126-nı bölərik 7-yə. X isə bərabər olur 18-ə. Demək, x-imiz oldu 18. Bizdən soruşur ki, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Onda biz buradan 3x-i tapsaq, 3-ü vurarıq 18-ə. Bu edər 54. 5-i vursaq 18-ə. Bu da edər 90. İndi cəmi bizdən soruşur ki, 54 üstə gəl 90 üstə gəl 126. Bunların cəmi nə qədər edir deyir. Bu da edir 270. Yəni cavabımız olur B variantı. Gəldik 6-cı sualımıza. X bərabər 5 olarsa deyir, x kvadratı üstə gəl 2x üstə gəl 1 ifadəsinin qiymətini hesablayın. Yəni gətirib x-in yerinə burada nə yazacaq? 5 yazacaq. Olacaq onda 5-in kvadratı üstə gəl 2 vurulsun 5 üstə gəlinsin 1 bərabərdir. 5-in kvadratı yəni 5 vur 5 deməkdir. Olur 25. Üstə gəl 2-ni 5-ə vuranda olur 10. Üstə gəl 1. Bu da bərabərdir 36 olmuş olur. Yəni cavabımız olur B variantı. Gəldik növbəti sualımız 7-ci sualımıza. Tərs mütənasib asıllığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu asıllığın düsturunu yazın. Biz bilirik ki, şagirdlər, tərs mütənasib funksiyamız y bərabərdir k bölünsün x-dir. Və mütənasiblik əmsalı, yəni biz k-nı tapanda y-i neyinirik? X-a vurmuş oluruq. Və burada bizə nöqtəni verib. Deyir ki, bu nöqtəmiz x-i 9-dur, y-i 1-dir. Onu da gətirib yerinə yazsaq, k bərabərdir 9 vurulsun 1, o da bərabərdir 9 almış olur. Yəni k-mız 9 sonda ifadəmiz 9 bölünsün x, yəni D variantı alınmış olur. Gəldik 8-ci suala. İki daxili bucağı 55 və 65 olan üçbucağın üçüncü daxili bucağının dərəcə ölçüsünü tapın deyir. Biz bilirik ki, şagirdlər, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni onda bura 55, bura 65, burada bir x bucağı desək, x üstə gəlinsin 55, üstə gəl 65 bərabər olmalıdır 180 dərəcəyə. Buradan x üstə gəlinsin 120 dərəcə bərabərdir 180 dərəcəyə. X da bərabərdir 60 dərəcə alınmış olur. Yəni cavab olur C variantı. Gəldik növbəti sualımız 9-cu sualımıza. Düzbucaqlı koordinat sistemində verilmişdir. O, A, B, C və C, D, E, F düzbucaqlar bir-birinə bərabərdir. B nöqtəsi 5, 9 olarsa, Y nöqtəsinin koordinatları tapın. Onda B'nin x-i 5-dir, Y-i nədir? 9-dur. Onda C nöqtəsi də eyni x üzərində olduğuna görə C'nin də x-i nədir? 5-dir. Yəni bu nöqtəmiz olur 5 nöqtəsi. Burası 0 nöqtəsi olduğuna görə onda buradan buraya qədər olan məsafəmiz nədir? 5-dir. Və bizə deyir ki, B nöqtəsi Y, yəni bu A-mız nədir? 9 nöqtəsidir. Onda buradan buraya qədər də məsafəmiz nə olmuş olur? 9 olmuş olur. İndi bu uzunluğumuz 9-dursa, onda C-dən F-ə qədər olan hissə, bu hissədə nə olmalıdır? 9 olmalıdır. Onda bütöv 5 və 9 neçə olmuş olur? 14. Onda Y nöqtəsi, yəni bu nöqtənin x-i neçə olmuş olur? 14 olmuş olur. Yəni x-imiz oldu 14. İndi gəldik Y-ini tapmağa. Bu hissə 5-dirsə, onda bu n-imiz də nə olmuş olacaq? 5 olmuş olacaq. Onda Y nöqtəsinin də Y-i nə olmuş olur? 5 olmuş olur. Onda bizim nöqtələrimiz, yəni Y nöqtəsinin
koordinatlar oldu. 14 ile 5. Cevap olur A variantı. Gəldik növbəti sualımız 10-cu sualımıza. Deyir uzunluğu 17x plus 13 metr olan taxta parçasının bir ucundan 4x çıxılsın 11 metr, digər ucundan isə x metr kəsilərsə neçə metr qalar? Demək şagirdlər, tutaq ki bizim taxta parçamızdır. Həmin bu taxta parçasının bu hissəsindən tutaq ki mən kəssim. Əvvəlcə nə qədər kəssim? 4x çıxılsın 11-in kəsmişəm. Onda mən ümumi uzunluğumuz, yəni buradan buraya qədər bizim uzunluğumuz nə qədər idi? 17x üstə gəlsin 13 idi. Onda mən 17x üstə gəl 13-dən çıxmalıyam nəyi? 4x çıxılsın 11-i. Çıxıram 4x çıxılsın 11-i. Çıxaq görək nə qalacaq burada. Biz bilirik ki, qarşıda mənfi varsa işarəni dəyişəcək. Olacaq 17x üstə gəl 13 çıxılsın 4x mənfi mənfiyə dəyir üstə gəlinsin 11 olmuş olur. Bərabərdir. 17x-dan 4x-in çıxsam qalar 13x. 13-ün üstünə də 11 gəlsək bu da olar 24. İndi bizim bu hissəni götürdükdən sonra qaldı 13x plus 24. İndi sonra isə deyir, digər ucundan isə nə qədər götürürük? X metr götürürük. Tutaq ki, buradan burada biz x metrin götürdük. Yəni yerdə bizim 13x plus 24 qalmış. İndi x metrini də götürürəmsə, onda 13x üstə gəl 24-dən çıxmalıyam x-i. Yerdə qalır 12x üstə gəlinsin 24. Yəni bizim cavabımız olur 12x üstə gəl 24 D variantı. Gəldik növbəti sualımız 11-ci sualımıza. Deyir 8, 9, 7, 8, 9, 9, 6 ədədlərinin modasını tapın. Demək moda nədir şagirdlər? Ən çox təkrarlanan ədəd. Ən çox təkrarlanan ədəd. Demək ən çox təkrarlanan ədəd baxaq görək hansıdır. Baxsan burada 8 bir dəfə var, bir dəfə də var. 2 dəfə 8 təkrarlanıb. 9-lara baxsaq 1, 2, 3. Demək ən çox təkrarlanan hansı olmuş oldu? 9. Onda bizim modamız nə olmuş olur? 9 olmuş olur. Yəni cavab olur B variantı. Gəldi şagirdlər, növbəti sualımız 12-ci sual. Tərəflərinin deyir uzunluğu 16 və 12 sm olan düzbucaqlının şəkildə göstərilən tərəfindən uzunluğuna paralel olaraq neçə santimetr kəsmək lazımdır ki, sahəsi deyir 144 santimetr olsun, kvadrat santimetr. Demək, buradan biz x metrini kəsirik. Ümumi 12-dirsə, onda x-in buradan götürdümsə, yerdə bura qalmış olur 12 çıxılsın x-i. İndi bu düzbucaqlının sahəsini bizə 144 veribsə, bizə bilir ki, düzbucaqlının sahəsi n-in vururuq nəyə? Uzunluğa. Yəni 12 çıxılsın x-i vururam, uzunluğumuz nədir? 16-ya. Bərabər olur 144-ə. Buradan 12 çıxılsın biz x-i tapsaq, 144-ü bölərik nəyə? 16-ya. 12 çıxılsın x-imiz bərabərdir. 144-də 16-ya bəndə 9 alınır. 12-dən x çıxanda 9 edibsə, onda x-imiz bərabərdir 3 alınmış olur. Yəni demək ki, biz 3 sm kəsməli idik ki, sahəmiz 144 olsun. Gəldik növbəti sualımız 13-cü sualımıza. Qonşu bucaqların deyir, biri digərindən 38 dərəcə böyükdür. Şayda biz bilirik ki, qonşu bucaqların cəmi, yəni x desəm, o birisində y desəm, qonşu bucaqların cəmi nədir? 180 dərəcədir. Onda biri digərindən 38 dərəcə böyükdürsə, birinə x dedik, o birisi də 38 plus x olmuş olur. Bunların cəmi bərabərdir 180 dərəcəyə. Bu da alınır 2x üstə gəl 38 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 142 dərəcə almış olur 38 bu 80-də. Buradan da x bərabərdir
71 dərəcə almış olur. Bizdən sonra kiçik bucağı elə 71 olmuş olur. Gəldik 14-cü suala. Diaqrama əsasən bazar ertəsi satılan malın çərşənbə axşamı satılan maldan neçə faiz az olduğunu tapın. Biz baxaq görək bazar ertəsi nə qədər satılıb. Bazar ertəsinə baxsaq, buradadır, yəni 450 olmuş olur. Çərşənbə axşamı isə bu nöqtədir. Bu isə neçədir? 600-dür. Çərşənbə axşamı 600-dür. Onda bunların arasındakı fərq, yəni 600-dən 450-ni çıxaq, yerdə qalır 150 olmuş olur. Bizə deyir ki, çərşənbə axşamı satılan maldan neçə faiz az olduğunu tapın. Onda 150-ni mən bölərəm, çərşənbə axşamı nədir? 600-ə. Və faiz soruşuna görə vuraram nəyə? 100%-ə. Onda bu 2 0 ilə buradakı 100-ün 2 0-ı gedər. Yerdə qalır 150 bölünsün 6. 150-ni də 6-ya bölsək 25 alınmış olur. Cavab olur D variantı. Gəldik 15-ci sualımıza. Deyir, qutuda 2 ağ, 4 sarı, 4 qırmızı və 2 yaşıl kürəciklər var. Qutudan təsadüfən çıxarılan bir kürəcik üçün aşağıdakı hadisələrdən hansı eyni imkanlıdır? Eyni imkanlı deyirsə şərtlər. Burada baxsaq, variantlar bizə deyir ki, yəni eyni imkanlısı ya 2 ağ, 2 yaşıla görə eyni imkanlıdır. Ya da ki, 4 sarı, 4 də qırmızılar eyni imkanlıdır. İndi bizə baxsaq, ağ ilə sarı kürəcik çıxması hadisəsi. Ağ ilə sarı deyir, ağ 2-dir, sarı 4-dür. Bu olmaz. Bu getdi. Sonra B variantı deyir ki, sarı ilə yaşıl kürəciyin çıxması. Sarı 4-dür, yaşıl 2-dir. Bu da olmaz. Gəldik sonra. C variantı deyir ki, qırmızı ilə sarı kürəcik çıxması. Bəli, çünki qırmızı ilə sarıların sayı nədir? Eynidir. Demək, cavabımız nədir? C variantı olmuş olur. Gəldik 16-cı suala. 1,4-də 3 səqəsinin 5-də 2-ni deyir, hesablayın. Cəmi soruşur bizdən. Onda şahidlər 1,4-də 3 üstə gəlsin 5-də 2. Bunları orta məxrəcə gətirsək, bunu vurarıq 5-ə, bunu isə vurarıq 4-ə. Olur onda 1,20-də 15 üstə gəlinsin, bu da olur 20-də 8. Bərabərdir 1,20-də 15 ilə 8-i toplasaq, bu da olur 23. 23 20-dən böyük olduğuna görə 23-ü 20-yə bölüb 1-in üzərinə həmin tamı gəlsək, olacaq 2,20-də 23-dən də 20-ni çıxaraq qalar 3. Yəni 2,20-də 3 olmuş olur. Cavabımız A variantı. Gəldik 17-ci sualımıza. Deyir, A nöqtəsi 4 -3 nöqtəsinə ordinat oxuna görə simmetrik olan B nöqtəsini tapın. Ordinat oxu bilirik ki, Y oxudur. Bizə də bu X-dır, bu nədir? Y-dir. Ordinat oxuna nəzərən, yəni soruşursa, onda Y qalır, X-imiz əks işarəyə dəyişir. Onda B nöqtəmiz X-i 4-dürsə əks işarə olacaq, -4. Y-imiz isə olduğu kimi, yəni -3 olaraq da qalacaq. Yəni cavabımız olur -4, -3, yəni B variantı. Gəldik 18-ci suala. Şəkildə verilənlərə əsasən O mərkəzli yarımçevrələr arasında qalan halqanın sahəsini tapın. İndi baxsaq, böyük dairənin radiusu nədir? 6-dır. Buradan bura 2-dir. Bütöv 6 idi. Onda bura qalmış olur 4. Onda kiçik dairənin radiusu nə olmuş olur? 4 olmuş olur. Demək, radiuslar bilirik. Onda biz S böyük dairənin sahəsini tapsaq, dairənin sahəsi pi vurulsun r-in kvadratıdır. Yəni olmuş olacaq pi vurulsun 6-nın kvadratı. Bu da bərabərdir 36 pi olmuş olur. İndi r kiçiyi tapsaq, yəni sahənin kiçiyini tapsaq, bu da eyni düstura görə olacaq pi vurulsun 4-ün kvadratı. Yəni 16 pi olmuş olur. İndi şahidlər bizdə yarım dairə olduğuna görə biz aldığımız cavabları 2-yə bölməliyik. 36 pi-ni
bölsək 2-yə, burada qalmış olur 18 pi. Burada da 16 pi-ni 2-yə bölsək, bu da olar 8 pi. Və bizdə bu hissəni soruşduğuna görə, onda biz 18 pi-dən çıxarıq 8 pi-ni. Yerdə qalar 10 pi. Cavab olur D variantı. Gəldik 19-cu sualımıza. 19-cu sualda bizə diaqram verib şahidlər. Deyir, fizika olimpiyadasında qalib olan şahidlərin sayı, digər fən olimpiyadasında qalib olan şahidlərin sayını tapın. Əvvəlcə biz görək fənlərdə olan saylar nə qədərdir, ona baxaq. Demək, tarix, baxsaq, tarix olmuş olur 9. Sonra biologiya, biologiyamız olur 5. Sonra kimya, kimya olur 8. Sonra fizika, fizikaya baxsaq, bu da 5'dir. Sonra riyaziyyat, riyaziyyatda isə baxsaq, demək 13 olmuş olur. İndi bizə deyir ki, fizika, yəni 5, digər fənlər fizikadan başqa, yəni riyaziyyat, kimya, biologiya və tarixin cəmindən danışır. Onda bunları toplasaq, 13 üstünə 8 bizə verir 21, üstünə 5 gəlsəm 26, üstünə 9 gəlsəm 35. 5 bölü 35, 5'ə çarparsa bunları surətdə 1, məxrəcdə nə qalmış olur? 7. Yəni cavab olur B variantı. Gəldik 20-ci suala. Deyir, qutuda kürəciklərin sayı diaqramda verilmişdir. Təsadüfən çıxarılan bir kürəcin qırmızı olması üçün əlverişli hallar. Əlverişli hallar, yəni bizə lazım olan halların sayı. Demək ki, baxsaq qırmızı nə qədərdir diaqramımıza? 4 olmuş olur. Yəni elə cavab nədir? 4'dür. Gəldik 21-ci sual, faiz sualdır. Deyir, 20% zərərlə 160 manata satılan mal 20% qazancı ilə neçə manata satılır? 20% zərər deyəndə biz nə edirdik şahidlər? 100-dən 20-ni çıxırdıq. Yəni 80% qalmış olur. Demək, 80% ilə bu neçə manata satılır? 160 manata satılır. Qazanc deyəndə isə biz nə edirdik? 100 ilə həmin qazancımızı toplayırdı. Yəni 20 toplasam 120% deməkdir. Onda 120% ilə isə x manata satılmış olar. Və tənasübdə bilirik ki, çarpaz vururduq. Yəni olacaq onda 80 vurulsun x bərabərdir 120 vurulsun 160. Buradan da biz x'i tapsaq, 120'ni vururuq 160'a, bölürük 80'ə. 80 ilə 160 keçsə burada 2, yerdə qaldı 2 vurulsun 120, yəni 240 olmuş olur. Cavab oldu 240. İndi gəldik 22-ci suala. Deyir, bir-birini fırladan 2 dişli çaxda. Böyük olanın 18, kiçik olanın isə 12 dişi var. Böyük çarxın demək 18, kiçik çarxın isə 12 dişi var. Kiçik dişli çarx 6 dəfə fırlananda böyük dişli çarx neçə dəfə fırlanır? Şahidlər, biz bilirik ki, misal üçün traktor yadımıza salsaq, bilirik ki, traktorun arxa təkəri qabaq təkərindən daha böyükdür. Yəni onda traktorun arxa təkəri bir dəfə fırlananda qabaq təkər bir neçə dəfə fırlanır. Yəni dişlərinin sayı az olan daha çox fırlanmış olacaq. Ona görə burada nə var? Tərs mütənasiblik var elə bir ki. Yəni onda biz 6 dəfə fırlanan kiçik çarxımız, yəni 12 olan dişi 6 dəfə fırlanırsa, indi böyüyün biz bilmirik axı neçə dəfə fırlanıb. X-dir və bunun isə 18 dişi var idi. Yəni burada tərs mütənasib. Tərs mütənasib nə edirik? Qarşı-qarşıya vururduq. Onda olur 18 vur x bərabərdir 6 vurulsun 12. Buradan da x'i tapsaq, 6'nı 12'ye vursaq 72, 18'e bölsək, cavab olmuş olur 4. Yəni cavabımız oldu 4. Gəldik 23-cü sualımıza. Deyir, anaları Cavid və Hüseyni şəkildəki kimi yelləncəyə mindirdikdə yelləncək tarazlıq vəziyyətinə gəlir.
Yerləncək boş olduqda da tarazlıq vəziyyətində olur. Cavidin kütləsi Hüseynin kütləsinin deyir 3 mislindən 38 kiloqram az olarsa, Hüseynin kütləsi neçə kiloqramdır? Onda biz Hüseynin kütləsinə x desək, Cavidin kütləsi deyir Hüseynin kütləsinin 3 mislindən. Yəni Hüseynin kütləsini vuracam 3-ə, yəni olacaq 3x və 38 kiloqram azdır. Yəni onda 38-dən nə etməliyəm? Çıxmalıyam. İndi bunların tarazlıqda qaldığına görə x bərabər olmalıdır 3x çıxılsın 38-ə. Buradan da x-lar bir tərəfə, ədəd isə sol tərəfə keçmiş olur. Olur 3x çıxılsın 1x bərabərdir 38-ə. 2x bərabərdir 38-ə. X də bərabərdir 19 alınmış olur. Yəni Hüseynin kütləsini soruşurdu. O da 19 olmuş olur cavabımız. Gəldi 24-cü sual. Silindir sualdır. Oturacağının radiusu deyir 4-dür. Hündürlüyü isə 6 olarsa deyir silindirin həcmini tapın. Silindirin həcm düsturu pi vurulsun r-in kvadratı vurulsun h-dır. Və bizə h-mızı verib 6, radiusumuzu da verib 4-dür. Gətirib yerinə yazsaq, pi vurulsun r-miz 4-dür, olacaq 4-ün kvadratı, vurulsun h-mız da 6 idi. Bu da olur pi vurulsun 16 vurulsun 6. Bu da edir 96 pi. Yəni cavab olur 96 pi. Gəldik sonuncu sual, 25-ci sualımıza. Fermadakı inəklərin deyir sayı 75 olarsa, diaqrama əsasən qoyunların sayını tapın. Biz bilirik ki, diaqram yəni 1 tam çevrə 360 dərəcədir. İndi inək neçə dərəcə verib? 120. Yəni 120 dərəcəmiz nə qədərdir? 75 inəkdir deyir. Onda bizdən soruşur qoyunların sayı. Qoyunlar neçə dərəcədir? 160 dərəcə. Qoyunların sayı isə bilmirik, yəni x. Yenə tənasüb çarpaz vururuq. Olur onda 120 vurulsun x bərabərdir 75 vurulsun 160. Buradan da x bərabərdir 75 vurulsun 160 bölürük 120. Sıfırlar ixtisar gedir. Bunlar 4'ə ixtisar getsə burada 3, burada qalar 4. 3 ilə də 75 ixtisar getsə burada qalar 25. Yəni 4 vur 25 olmuş olur 100. Cavab oldu 100. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Belə bir sınaqların izahının davamlı gəlməsi üçün videolarımızı bəyənib kanalımıza abunə olun ki, qarşınıza videolar ilk anında çıxsın.